Bura çay evin arxa tərəfidir. Baxın, oradan birinci mərtəbəyə giriş olacaq. Birinci mərtəbə, yəni mənfi birinci mərtəbə yerin altında olacaq. Birinci, ikinci, üçüncü mərtəbə isə buradan başlayacaq və doğrudan da mərkəzi park ərazisinin ən gözəl, ən əzəmətli hissəsi məhz bu ərazidir. Mərkəzdə məhz bu parkın düz ortasından, baxın görürsünüz, akvarium keçəcək. İndi onun yeri də məlumdur. Burada da artıq mərkəzi parkda da işlər başlayıb. O gördüyünüz ərazidə də bir dənə də yardımçı qurğu tikilib, yəni bina tikilir. Bir çox binalar olacaq, yaşa obyektləri olacaq mərkəzi park ərazisində və şəhərin ən görkəmli park olacaq, ən böyük 8 hektar ərazidə yerləşəcək bu park və doğrudan da Avropanın ən möhtəşəm parklarından biri olacaq deyə bilərik həqiqətən də. Ağdam City otelin qarşısından başlayacaq. Orada gördüyünüz kimi Ağdam Muğam Mərkəzinin arxa hissəsindən bax buraya qədər, çay evinə qədər və çay evindən də üzü yuxarı bax o ərazilər də ta ki 5-ci yaşayış məhəlləsinə qədər, indi orada siz binaları görürsünüz. 5-ci yaşayış məhəlləsinə qədər bu mərkəzi parkın ərazisi uzanacaq.